Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ba'd. Coğrafyamızda gündəmi saran məsələlərdən biri bəzi ərəblərin gəlib Azərbaycanda şəhidlər xiyabanında qəhrəmanlarımızın qəbirlərinin önündə ədəbsiz, tərbiyəsiz video çəkmələri və onlara qarşı sayğısız olan görüntüləri idi. Təbii ki, biz də öz sıramızda Gürcüstan müsəlmanları olaraq bu iğrənc əməli, bu tərbiyəsizliyi şiddətlə qınayırıq və ümid eləyirik ki, bunu eləyən o çürük ərəblər, bu tərbiyəsizlər, özünü bilməzlər, layiq elədiyi cəzanı inşallah tapacaqlar. Sadəcə və sadəcə biz iki məsələyə də tənbih eləmək istəyirik. Birincisi, bunlar təbii ki, özlərini təmsil eləyirlər. Bu 2-3 səfiyyə dələduza görə, tərbiyə görməmiş küçə uşaqlarına görə biz cümlətən bir qavmu, bir ırqı, bir milləti pisləyə bilmərik. İkincisi də bəzilərinin bu məsələni gündəmə gətirərək İslama qarşı nalayiq fikirlər bildirməsi doğru deyil. Çünki İslam dini bunlardan da, bunların etdiyindən də bəridir. Hətta Rasulullah sallallahu aleyhi və səlləm nəinki şəhidlərə, nəinki müsəlmanların vəfat etmiş ölülərinə, qəbirlərinə qarşı hörmətsizlik etmək, hətta qeyri-müsəlmanların cənazələrinə, qəbirlərinə qarşı da sayğılı olmağı bizə öyrətmişdir Muhammed sallallahu aleyhi və səlləm. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri ilə oturarkən bir Yahudi cənazəsi keçir yoldan və Peyğəmbər sallallahu aleyhi və səlləm ayaq üstə qalxır. O cənazəyə hörmət olaraq. Sahabələr soruşur ki, ya Rasulallah, axı o bizim din soydaşımız deyil, axı müsəlman deyil. Peyğəmbər s.ə.v qalxır onlara deyir ki, o insan deyilmi? Yəni Rasulullah s.ə.v-in ölülərə olan hörməti insanlığının üzərindən gəlirdi. Və bizə də bunu bu şəkildə öyrədir. Biz harada olursaq olaq, insanlıq olaraq həm insanların özlərinə, həm də ölülərinə sayğılı davranmaq məcburiyyətindəyik. Bu bizim dinimizin göstərdiyi öydülərdəndir. Peyğəmbər s.ə.v başqa bir hədisdə buyurur ki, bir ölmüş insanın sümüyünü qırmaq, onun dirisinin sümüyünü qırmaq qədər günahdır və icazəsizdir. Yəni icazəli deyil bunu eləmək. Baxın, dinimizin göstərdiyi mövqeyi budur. Amma bu iki dələduzun, bu 2-3 küçə uşağının elədiyi əxlaqsızlıqlar nə İslama yansıtılmamalıdır, nə də onların gəldiyi ölkəsində olan hamıya. Bunlar sadəcə özlərini təmsil edirlər və gərəkdiyi cəzanı da mütləq çəkməlidirlər və bu göstərilən qınaqlar onların şəxsiyyətinə görə də biz hətta bunu belə dəstəkləyirik. Allah Azze və Cəllə bu cür iğrəncliklərdən həm ölkəmizi, həm dəyərli insanlarımızı qorusun. Təbii ki, bunların bəzilərinin, o dırnaq arası gələnlərin bəlkə də bu birinci etdiyi xətalar deyil. Onların bir çox pintilikləri, bir çox əxlaqsızlıqları, ondan sonra göstərdikləri kibirlər, bir çox şeylər hamısından millət əziyyət çəkmişdi. Amma burada da təbii ki, bu hörmətsizlik edərək hədlərini aşmışdılar. Şiddətlə qınayırıq və Allah yolunda canını fəda eləyənlərə sayğımızı göstəririk. Allah vətənimizi, millətimizi qorusun. Şəhid olanlara Allah Azze və Cəllə rəhmət eləsin. Yaralarımıza Allah şəfa versin. Esselamu aleykum və rəhmətullah.